Rusiyada miqrantlara qarşı daha bir qadağa qüvvəyə minə bilər. Dövlət Dumasının deputatı Sergey Mironov Rusiya dövlət xəstəxanalarında pulsuz doğumun qadağan edilməsini təklif edib. Deputat hesab edir ki, icbari tibbi sığorta paketində pulsuz tibbi xidmətin yalnız Rusiya vətəndaşlarına şamil olunması səhiyyənin və vergi ödəyicilərinin yükünün azalmasına kömək edəcək. Bəs bu məsələ Rusiyada yaşayan azərbaycanlılara necə təsir edəcək? News 24 xəbər verir ki, mövzu ilə bağlı bizim media fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiyanın vaxtaşırı sərt qadağalar tətbiq etməsi qanunsuz miqrasiya mübarizəsinin daha da effektiv edilməsi ilə bağlıdır. Keçən ilin mart ayından etibarən Rusiyanın miqrasiya qanunvericiliyində çox ciddi dəyişikliyin baş verdiyi müşahidə olunur. Məlum Krok City hadisəsindən sonra belə sərt mübarizəyə başlanıldı. Çünki Rusiyanın rəsmi orqanlarının verdiyi məlumata görə hadisə Tacikistandan olan şəxslərin iştirakı ilə baş vermişdi və bu səbəbdən də Rusiya hökuməti miqrasiya ilə bağlı çox sərt siyasət yürütməyə başladı. Burada da əsas niyyət ölkə ərazisində olan qanunsuz miqrantların sayının azaldılmasıdır. Ona görə də zaman-zaman bu və ya digər müstəvidə qaydalar tətbiq olunur. Həmin qaydalar kifayət qədər tərəfimizdən sərt dəyərləndirilir deyə deputat bildirib. Eyni zamanda deputat onu da əlavə edib ki, bu mübarizə müəyyən mənada öz nəticəsini verir. Belə ki, ölkə ərazisində yaşayan qanunsuz miqrantların sayının azalmasına nail olunub.